Lisey qəbul imtahanının növbəti bir sualının izahını vermək istəyirəm. Deməli, məsələdə bizə nə deyir? Usta və fəhlələrin ümumi sayını 24 veribdir. Əgər biz ustanın sayına bir x desək, onda fəhlələrin sayı 24 çıxılsın x olar. Bizə deyir ki, deməli, ustanın biri bir gündə 4 stol hazırlayır, fəhlələr isə bir fəhlə 3 stol hazırlayır. Ona görə də ümumi, yəni ustaların sayı x olduğuna görə bir usta da 4 dənə stol hazırladığı üçün 4 vurulsun x. Fəhlələrin biri isə 3 stol hazırladığı üçün 3 vurulsun 24 çıxılsın x olur. Cəmi isə 88 stol hazırlanıb. Bərabərdir 88. İndi tənliyimizi həll edək. 4x üstə gəlinsin. 3-ü 24-ə vurduqda 72 çıxılsın 3x bərabərdir 88. 4x çıxılsın 3x eləyir x. 88-dən 72 çıxdıqda isə eləyir 16. Deməli, ustaların sayı 16, fəhlələrin sayı isə 24 çıxılsın 16 bərabərdir 8. Bizdən də məsələn şərtində fəhlələrin neçə stol hazırladığını soruşduğu üçün 3 vurulur 8-ə bərabərdir 24.